Əziz gənclər, əziz toplantı iştirakçıları, mən bugün sizinlə görüşə gəlirdim və əslində necə görüşümüz olacaq, bunu təxmin edirdim. Amma bu qədər maraqlı, bu qədər səmimi və bu qədər mənim üçün fərqli bir tərzdə olan görüşümüz olacağını hardasa bəlkə də elə salona daxil olmaqda hiss etdim, dərk etdim. Mən sizi ürəkdən salamlayıram. Çox maraqlı, çox dəyərli belə bir, necə sizə deyim, bugünkü görüşün mənası və məzmunu var. Əsas da ki, görüşün leytmotivi və klubun adı birincilər və çox maraqlı logotip də düşünülübdür. Əsas odur ki, bax, konsepsiya çox maraqlıdır və təbii ki, bu konsepsiyanı mənimsəmək üçün, onun mahiyyətinə varmaq üçün bugünkü görüşdə, sizinlə görüşdə iştirak edən spikerlərin, sizlə görüşə gələn insanların fikirləri, inanıram ki, fikirləri sizi hardasa düşündürəcək, sizi yeni ideyalar axtarışına dəvət edəcəkdir, sizi maarifləndirəcəkdir və əsas odur ki, inanıram ki, xoş təəssüratlar buraxacaqdır. Siz çox gözəl alqışladınız, çox gözəl məni qəbul etdiniz, bunu birinci andan artıq hiss etdim və mən də çalışacağım, bax, o müsbət enerjini bugün sizə də qarşılıqlı ötürəm və çıxışıma başlamaq istəyirəm. Əziz gənclər, yəqin ki, siz mənim karyeramdan tanışsınız. Bəlkə də bütün mərhələləri ilə deyil. Ona görə ki, karyeram 20-ci əsrdə başlayıb, bax, belə demək olar, bugün 20-ci əsrdir, 20-ci əsrin 1997-ci ilində. Və karyeramın başlanmağına əvvəl bir mərhələ var idi. Bu da təhsil mərhələsi idi. Məni təqdim edəndə sadaladılar ki, hansı təhsillərim var. Və mən özüm də yenidən bax o mərhələyə, yəni karyeradan əvvəlki təhsil mərhələmə dönmək istəyirəm. Bakı Dövlət Universiteti, Biologiya Fakültəsi və ixtisasım neyrofiziologiya, insan beyninin neyrofiziologiyası idi. Əslində, mən Biologiya Fakültəsini oxuyanda və bu ixtisası seçəndə bir çox, tutalım ki, elm adamları, yaxın insanlar dedilər ki, bu əslində həddindən artıq çətin bir ixtisasdır və demək olar ki, məzunlardan bəlkə biri-ikisi onu cəsarət edib seçə bilər. Ona görə ki, araşdırmalar çox çətindir. Bu insan beynidir və insan beynində gedən proseslərin araşdırmasıdır, elmi araşdırmasıdır və həddindən artıq dərin teoriya və praktikaya malik bir istiqamətdir. Mən dedim ki, yox, bu mənim üçün maraqlıdır. Ona görə ki, insan nədir? İnsan təbii ki, bir canlı bir varlıqdır, amma bilirsiniz, hər halda yəqin ki, biologiya dərsini hər kəs keçir. Yəni ki, insanın orqanları, onun strukturu və əsas nədir? Əsas beynidir və onun bütün istəklərini, onun bacarıqlarını, motivlərini, yəni həyatı beynində proqramlaşır. Və mən dedim ki, mən bunu öyrənib oxuyacağım və dərinliklərinə varacağım. Sonra aspirantura mərhələsi artıq psixologiya üzrə mən təhsilimi davam etdirdim və sonra bu 9 il keçəndən sonra mən hardasa bu mərhələni bir kənara qoydum və yollandım Türkiyə və orada bədii ali ixtisas moda məktəbində moda peşəsinə yiyələndim. Siz sual verə bilərsiniz ki, niyə görə bu qədər təhsillər və bu qədər fərqli təhsillər və bu qədər zaman az deyil idi. Hardasa 15 ilə yaxın bir zaman idi ki, hansını ki, mən təhsilə həsr elədim. Düşünün ki, bu çox uzun bir zamandır. Amma bugün mən fikirləşirəm ki, bu 15 illik təhsil bazası məndə olmasaydı, hər halda bugün sizin önünüzdə çıxış eləməyə
söz sahibi olmayacaqdım, nailiyyətlərimə imza ata bilməyəcəkdim və ona görə təbii ki, birinci, yəni ki, nəticə olaraq təhsil çox önəmlidir. Mən hər zaman deyirəm ki, oxuyun və oxumağa hər zaman cəhd eləyin. Nə qədər, yəni yarım saat, bir saat vaxtınız varsa, mütləq nəyəsə diqqət edin, mütaliə edin və hər zaman düşünün ki, baxın, uğurun təməlində duran əsas amil bu təhsildir. Təhsil insana nə verir? Mükəmməl təhsil, yəni ki, hər tərəfli təhsil insana nə verir? Onun peşəkar olmağına çox rahat addım etmək imkanı verir. Müxtəlif istiqamətlərdə özünü əks etdirməyə imkan verir və əsas odur, əsas da ki, bilirsiniz, çox təhsilli, çox savadlı insan, bilirsiniz, bu çox gözəl bir sərvətdir və çox dəyərli bir fürsətdir. Ona görə bu fürsətdən faydalanın. İmkanınız varsa təhsilinizi davam etdirin. Məsələn, institutu qurtarmısınızsa, cəhd eləyin, aspiranturaya daxil olun. Müxtəlif digər kurslar vasitəsilə, qısa müddətli təhsil vasitəsilə çalışın ki, öz inkişaf strategiyası formalaşdırın və yeni fürsətlər axtarın ki, yəni təhsil almaq fürsətlərini axtarın, bu çox vacibdir. Və təbii ki, artıq moda sahəsinin təhsilini aldıqdan sonra mən Bakıya döndüm və fikirləşdim ki, mən artıq öz istəklərimi və ideyalarımı həyata keçirdə bilərəm. Və belə gətirdi ki, çox uğurlu bir, necə sizə deyim, yol məni gözləyirdi. Mən televiziyada moda rubrikalarını açdım və demək olar ki, Azərbaycanda ilk dəfə televiziya vasitəsilə moda haqqında, yəni ümumiyyətcə moda görüntüsünü demək olar ki, elə mən gətirmişəm və mən göstərmişəm və bugün bu çox təəccüblü görsənə bilər. Bugün kabel televiziya vasitəsilə hər hansı bir tutalım ki, istiqaməti görmək olar, amma 1997-ci ildə mən deməli, televiziyada çalışmağa başlayanda Azərbaycan Dövlət Televiziyası var idi. Bir də iki özəl kanal var idi, onlar da inkişafdaydılar. Demək olar ki, bax, bu imkanlar yox idi. Yəni ki, tamaşaçının hansısa bir yeni istiqaməti görməyə və təbii ki, bax, bu ilk dəfə idi və düşünün ki, televiziya və efir məkanı nədir? Bu milyonlarca tamaşaçıdır və mən bu işi də bacardım və bunun üçün çox xoşbəxtəm. Ona görə ki, haradasa moda anlayışını və moda istiqamətinin inkişafında bu bir təkan verici bir rol oynadı. Təbii ki, sonradan təşkil etdiyi moda nümayişləri, müxtəlif görüşlər, müxtəlif sonraki beynəlxalq tədbirlərdə iştiraklarım. Mən bilmirəm nə dərəcədə, bəlkə siz internetlə saytıma girəndə orada oxumusunuz karyeramın mərhələlərini. Demək olar ki, dünyanın Avropa qitəsində, Asiya qitəsində, Avropa və Asiya qitəsində təkcə Amerika qalıb. Orada hələlik moda nümayişim olmayıb. Mənim çox geniş geografi məkanda moda nümayişlərim olubdu. Ölkələri saysam, məsələn, onların arasında Qonşu Gürcüstan, Rusiya, Belarusiya, Baltika ölkələri bu MDB ölkələr arasındadır. Digər ölkələr Yaponiya, Misir, Paris, indi düşünsəm heç çoxu yadıma da düşməz. Çin, bax, maraqlıdır. Bax, belə bir geografiyada mən öz yaradıcılığımı göstərəndə mən əsas hansı məqsədi qoymuşdum qabağıma? Bilirsiniz, moda çox beynəlxalq anlayışdır və moda aləmində hər hansısa bir yaradıcılığı göstərəndə əsas nədir ki? Əsas odur ki, səni fərq etsinlər və sən təəccübləndirə biləsən tamaşaçını. Ona baxanda yeni bir ideyalar və yeni bir əhval-ruhiyyəni görməlidir və mən düşündüm ki, uğur nədə ola bilər? Təbii ki, bizim öz zəngin mədəniyyətimizdə, öz Azərbaycanımıza xas olan mədəniyyətimizin
gözəl nümunələrində əsrlər boyunca toplanmış və bu günə qədər çatan tətbiqi incəsənət nümunələri, milli geyim əhval-ruhiyyəsi, ümumiyyətcə, bax, Azərbaycan deyəndə gözəl xalılarımızın naxışları. Düşündüm ki, bax, bunların hamısını mən göstərə bilsəm, onu moda vasitəsilə canlandıra bilsəm, onda təbii ki, mən seçiləcəm, məni seçəcəklər, mənə diqqət olacaq və bundan təəccübləndirə bilərəm çox sayılı tamaşaçıları və bunu etmək üçün təbii ki, bu da görsəndiyin kimi hasant deyil. Bunu etmək üçün tarixi, mədəniyyətimizi, bax, bu gözəl keçdiyimiz yolun müxtəlif mərhələlərini, hətta müxtəlif tarixi epizodlar belə ilham mənbəyinə çevrilə bilər və ona görə, bax, bunu etdikdən sonra mən özüm də gördüm ki, bax, əslində düz istiqamət seçmişəm. Çətin də olsa düz istiqamətdir və bunu sizə anlatarkən mən nəyi sizə çatdırmaq istəyirəm? Yəni ki, mən öz karyeramı qurduqda və necə edəcəm, nə edəcəm planlaşdıranda mən nələri düşünüb və nələri önə çəkirdim və təbii ki, hər moda ustasının əsas, bilirsiniz necəsə deyim, əsas arzusu odur ki, onun Parijdə, modanın paytaxtı Parijdə moda nümayişi olsun. Və belə bir imkan məndə də oldu 2007-ci ildə. Orada çox maraqlı festival keçirilirdi və mən festivala dəvət aldım. Və festivala dəvət almaq üçün mənə internet vasitəsilə bir anket göndərdilər ki, mənim təqdimatım üçün, oradakı təqdimatım üçün mən suallara cavab verməliyəm. Mən hansı yaradıcı insanam, mən yaradıcılığımda hansı nəylərə üstünlük verirəm, diqqət edirəm, suallar çox idi. Amma sualın biri məni əslində çox düşündürdü və o suallardan biri oydu ki, sizin ən böyük çətinliyinizi nədə görürsünüz? Deyim ki, 3 gün, 3 gecə mən bunu fikirləşdim, yəni karyera baxımından və sonradan artıq bir nəticəyə gəldim ki, mənim ən böyük çətinliyim deməkmiş oydu ki, mən Azərbaycanda birinci peşəkar modelyeram. Yəni, məndən qabaq bu işi görən olmayıbdı və ən çətinlik elə oradaymış. Ona görə ki, hər hansısa bir peşədə yenə də bir konkret bir istiqamət olur, yenə də bir konkret yollar olur, konkret mexanizmlər olur. Amma düşünün ki, sən peşəni, hər hansısa bir peşəni birinci icraçısısan. Bu nə qədər çətindir və onu yazandan sonra o da maraqlıydı. Bax, belə bir sual və ona cavab. Onu yazandan sonra və cavabı tapandan sonra mən o vaxt düşündüm ki, axı mən bu işi görmək istəyəndə mən heç o haqda düşünməmişdim. Mən düşünməmişdim ki, bax, mən bu nəticəyə gələcəm. Mən sadəcə bu mənim arzum idi, bu mənim istəyim idi. Sonradan anladım ki, bu artıq çox çətin bir arzu idi, çox çətin bir istək idi. Əslində, heç də asan olmadı, amma bugün mən düşünürəm ki, nə yaxşı ki, mən bu fikrə gəlmişəm, nə yaxşı ki, mən o vaxtı, bax, məndə bu ideya yaranmışdı və bugün bilmirəm, bu ideya çox vaxt soruşurlar, hardan yaranmışdı, hardan bu ideya məndə bu qədər, necəsə deyim, bu qədər mənim üçün vacib idi. Belə oldu, onu da bəlkə sonra araşdırmacılar buna cavab taparlar. Və birinci olmaq nə deməkdir? Birinci olmaq əslində çox məsuliyyətlidir. Birinci olmaq, hər hansı bir ideyanın daşıyıcısı olmaq və onu reallaşdırmaq. Və onu reallaşdırandan sonra arxanda bir deməli, bir təcrübə buraxmaq, bir yeniliklər icad etmək, o yeniliklərin mütləq digər insanlar üçün faydalı olmağını düşünmək lazımdır. Və 15 il keçəndən sonra bugün nə mövcuddur? Bugün mən ancaq elə
çalışacağım ki öz karyeram və öz etdiyim işlər haqqında danışım və bugün mən nəyi görürəm? Bugün artıq iki təhsil mərkəzində, Rəssamlıq Akademiyasında və Mədəniyyət və İncəsənət Universitetində, hansında ki mən dərs deyirəm özüm, fakültələr var, moda fakültələri. Mən bu peşəyə yiyələnmək üçün Türkiyəyə getmişdim. Fakültələr var, hər il məzunlar var və bu məzunlar bu peşəni icra edə bilirlər. Yəni ki, işlə təmin olunurlar. Bu işə çox böyük tələbat var. Bugün moda evlərin sayı sayısız hesabsızdır. Böyük ticarət mərkəzləri mövcuddur. Dünyanın tanınmış brendləri çalışırlar ki, Azərbaycanda öz təmsilçiliyini açsınlar. Bu nə deməkdir? Bu o deməkdir ki, bizim insanlar, yəni ki, moda istifadəçiləri, onlar modanı sevirlər, modanın istifadəçilərinə çevriliblər. İl-ildən qardıroblarına yenilikləri daxil etmək istəyirlər. Yəni, ümumiyyətcə, bizim, bilirsiniz ki, mən olur ki, konferanslarda oluram, ya bura xarici qonaqlar gəlir və hamı bir şey vurğulur ki, baxırıq, sizin insanlar çox yaxşı geyinirlər, çox özlərinə fikir verən xalqdır, xanımlarımız çox gözəldir, bəylərimiz də çox səlqə-səhmanlıdır. Bu çox gözəl bir haldır, yəni bu təəssüratı almaq. Və bugün mən bunu görürəm, amma 15 il bundan əvvəl bunların demək olar ki 90% yox idi. Yox idi və bu inkişafı görəndə mən sevinirəm. Hardasa təkan verici bir qüvvə, təkan verici bir amil, bəlkə də Fəxriyə Xəlafovanın fəaliyyəti də olubdu. Bu mənim üçün bugün çox gözəl bir nəticədir. Və təbii ki, məsələn, nəticələr, ya gördüyün işlərin deməli, nəticəsi olaraq mükafatlar, fəxri adlar, bu da çox sevindirici haldır. Bilirsiniz, hər hansı bir fəxri adı qazanmaq, yəni dövlət tərəfindən, məsələn, mənim fəxri adım Əməkdar İncəsənət xadimidir və mən onu çox gənc yaşlarında almışam və bundan fəxr edirəm. Məsələn, Əməkdar İncəsənət xadimi sənətdə ən xüsusi bir dövlət tərəfindən verilən addır və mən bunu gənc yaşımda almışam və bundan fəxr edirəm. Məsələn, mənlə siyahıda olan digər əməkdar incəsənət xadimlərinin birinin 60, birinin 54, birinin 59 yaşı var idi. Mənim amma mən amma gənc yaşlardaydım və hətta çox sağ olun. Və hətta deyim ki, digər namizədlərdən 30 yaş cavan idim, 30 yaş gənc idim. Bu böyük bir nailiyyətdir. Və bilirsiniz, mən buna da çox sevinirəm. Ona görə ki, mən düşünürəm ki, bax, belə bir xüsusi adlar, mükafatlar, gənclər onlara, yəni ki, çox xüsusi bir iş ortaya qoysalar layiqdirlər. Niyə görə bu qədər yaşı gözləməlisən ki, hansısa bir nailiyyətə, hansısa bir fəxri ada layiq olasan? Onun dadını gənc yaşında çıxartmaq, mən sizə inandırıram, çox-çox zövq verir. Çalışın ki, bax, bu hədəfləri önünüzə qoyasınız. Çalışın ki, bilirsiniz, müxtəlif peşələr var, müxtəlif istiqamətlər var. Mən inanıram ki, sizin, bax, burada toplaşan gənclərimizin bugün, yəni ki, var olan 90% peşələrdən peşələrin təmsilçiləri var. Bilmirəm, gənc modelyerlər varmı, yoxmu, amma onlar da çoxdur. Və çalışın ki, düşünməyin ki, mənim istiqamətimdə artıq hər şey edilibdir, artıq hər şey icad olunub, artıq hər şey bəllidir. Yox, daimi axtarışda olun. Çalışın ki, öz peşəvizdə, öz seçdiyiniz yolda hansı yenilikləri ortaya qoya biləsiniz. Təbii ki, bunun üçün əzm lazımdır, bunun üçün çox çalışmaq lazımdır, bunun üçün hər zaman axtarışda olmaq lazımdır, amma bu mümkündür. Və yenilik nə deməkdir? Yenilik o deməkdir ki, siz yeniliyi gətirəndə
olsun yeni teori, olsun yeni istiqamət, olsun yeni ideya. Bu ideya sonradan çox faydalı bir istiqamətə çevriləcəkdir. Hər halda bu ideyaların axtarışında olmaq lazımdır. Bilirsiniz, çox çalışın ki, hər zaman çox açıq fikirli olasınız. Yəni ki, hər zaman özünüzü daimi ətrafdan yeni informasiyalar toplamağa hazır vəziyyətdə olasınız. Yəni ki, bilirsiniz, elə olur ki, stereotip anlayışlar var. Çalışın ki, o stereotip anlayışlardan uzaq durasınız. Özünüz öz ideyalarınızın müəllifi olasınız və ya hər hansısa bir ideyanı axtarıb tapmaq üçün araşdırmacı olun. Hər zaman nəyisə araşdırın, hər zaman nəyisə dərk eləməyə çalışın və mən inanıram ki, bunun nəticəsində çox başqa nə ola bilər, başqa nə variantlar ola bilər, başqa siz özünüzü necə realizə edə bilərsiniz, onu da düşünün və ona görə hədsiz çox maraqlarınız olmalıdır. Yəni ki, nə qədər çox maraqlarınız olsa, nə qədər çox məlumat toplasaz, bu məlumata açıq olsaz, bu məlumat vasitələrindən istifadə etsəz, o qədər də çox dünya görüşünüz artacaqdır. Yəni, təhsil bu çox vacibdir. Dünya görüşünüzü də çalışın, hər zaman dünya görüşünüzü artırasınız. Hər zaman, bilirsiniz, mədəni səviyyəni hər zaman inkişaf etdirəsiniz. Bu çox vacibdir. Bugünkü gənc, mən bugünkü gənci necə görürəm? Yəni, bu demək olar ki, bax, haradasa cəmləşmiş bir obraz. Yəqin ki, maraqlı olar. Mən bugünkü gənci necə görmək? Yəni, onu yaratsaydım bir fotosesiya vasitəsilə. Bu gənci mən belə görərdim. Bu gənc çox pozitiv bir gəncdir, əhval-ruhiyyəlidir. Bu gənc çox səlqə, səhmanla və zövqlə geyinibdir. İnanın ki, bu çox vacibdir. Mən indi, bax, bunun üstündə də dayanacam. Sizin zahiri obrazınız bu sizin prezentasiyanızdır. Sizin prezentasiyanız necə olmalıdır? Siz həmişə öz prezentasiyanız haqqında düşünməlisiniz. Sizin prezentasiyanız sonradan sizin vizit kartınız olacaqdır. O vizit kartda yazılacaqdır. Siz kimsiz, nəsiz, iş yeriniz, telefonunuz, tutduğunuz vəzifə. Bugün sizin vizit kartınız, sizin görünüşünüzdür. İnanın mənə, bu belədir. Və görünüşünüzə çox xüsusi diqqət edin. Ona görə ki, bugün şəxsi prezentasiya çox vacibdir. Biz bugün bilirsiniz necə, hansı çox dinamik bir dünyada yaşayırıq və bugün, məsələn, siz orta əsrlərin ədəbiyyatına nəzər salsaz, bəlkə də sevdiyiniz bir yazıçılar var. Məsələn, mənimki Lev Tolstoydu və Lev Tolstoyun romanlarında tonun bir kitabın yarısı hansısa bir insan haqqında düşüncələrə həsr olunubdur. Bugün dinamik həyatda hər hansısa bir insan o birisi insan haqqında bu qədər düşünmür. İnanın mənə, ona vaxt yoxdur. O digər insanı onun şəxsi prezentasiyası vasitəsilə qəbul edir. Bugün geyim kommunikasiya vasitəsidir. Biz kommunikasiya vasitələri deyəndə nələri nəzərdə tuturuq? İnternet, telefon, doğru, televiziya bizlə ünsiyyətdədir. Bugün geyim də kommunikasiya vasitəsidir. Sizin haqqınızda bilavasitə məlumat ötürən bir amildir. Və siz düşünün ki, siz özünüz haqqında hansı məlumatı ötürürsünüz? Və gənclər özünü təsdiq eləmək mərhələsindədir, düzdürmü? Və bu təsdiq eləmək mərhələsində sizin zahiri obrazınız sizə işləməlidir. Sizi çox gözəl şəkildə təqdim etməlidir. Yəni 5-10 dəqiqə ərzində hər hansısa bir yerdə, hər hansısa bir iş görüşməsində, hər hansısa bir kollektivdə sizin haqqınızda siz özünüz məlumat ötürürsünüz. Və indi görüşümüz təbii ki bitəcək, mənim məruzəm bitəcək, amma bu sualı öz önünüzdə qoyun. Siz öz şəxsi prezentasiyanızda hansı mesajları göndərirsiniz? Bu çox vacibdir. O mesajdan, inanın sizə, sizin uğurunuzun haradasa bir 40% o mesajdadır. Yəni ki, o mesajla siz özünüzü
çox düzgün təqdim edə bilərsiniz və yanlış təqdim edə bilərsiniz. Və çox təəssüflər olsun ki, sonradan bu yanlış informasiyanı düzəltmək də çətindir. O təəssürat artıq qəbul edildi. Bilirsiniz və bunu bu haqda düşünün. Ona görə ki, dəb, moda biz deyəndə elə mən daha çox bunları nəzərdə tuturam ki, bu şəxsi prezentasiyadır və bu çox vacib bir amildir. Siz bu konsepsiyanı formalaşdıranda, mən elə onu konsepsiya adlandırardım. Bilirsiniz, bizim həyatımız qida məhsullarından və geyim məhsullarsız yəni təsəvvür eləmək yəni mümkün deyil. Nə qidasız, nə geyimsiz insan yaşaya bilmir. Deməli, bu iki amil nəyə çevrilir? Yəni ki, telefonsuz yaşaya bilərsiniz, televizorsuz yaşaya bilərsiniz. Məsəl üçün, ütüsüz hardasa yaşaya bilərsiniz, paltar makinavız olmasa yaşaya bilərsiniz. Amma geyim və qida olmasa, yəni insan cəmiyyətdə ümumiyyətcə onun var olması mövcud deyil. Və ona görə bu haqda düşün. Geyim demək olar ki, həyatımızın hardasa 90% onun vacib bir rolü var. Bunu hər zaman nəzərdə saxlayın və geyim vasitəsilə siz bir çox uğurlara addım ata bilərsiniz. Sizin şəxsi prezentasiyanız elə mükəmməl ola bilər ki, sizi dərhal dəyərləndirmək istəyəcəklər. Bu çox vacibdir. Və düşünün ki, bilirsiniz, düşünməyin ki, bu moda və modanı bilmək, modanı dərk eləmək sadəcə bu incəsənətlə maraqlanmaq deməkdir. Xeyr, dediyim kimi moda, modelyerlər geyimin yaradıcılarıdırlar və geyimin nə dərəcədə bizim həyatımızda mövcud olmasını və vacib olmasını mən artıq sizə çatdırdım. Ona görə maraqlarınızın arasına mən çox xahiş edirəm, modanı da daxil edin. Baxın ki, yeni dəb tendensiyaları nədən ibarətdir? Hansı kolleksiyalar təqdim olunur? Bugünkü gündə internet vasitəsilə bir mövzunu sadəcə bir axtarışa verməklə necə gözəl bir nəticə almaq olar? Yazın, 2012-ci ilin dəb tendensiyaları, ya əsas trendləri və nəyi görəcəksiniz? Məlumatı da görəcəksiniz, şəkilləri də görəcəksiniz, ideyaları da görəcəksiniz və çalışın ki, dəblə ayaqlaşasınız. Dəblə ayaqlaşan insan müasirliyin əhval-ruhiyyəsini çox yaxşı tuta bilir. Və müasir görünən insan, yəni dəblə ayaqlaşmaq demək o deməkdir ki, bu insan daima müasirliyin nəbzini tutur. Müasirliyin nəbzini tutan insan daha dinamik olur. Daha dinamik olur, daha da iri addımlarla addımlayır. İnanın, bu belədir. Bəlkə də bu fikirləri siz ilk dəfə eşidirsiniz. Ona görə ki, bu tərz görüşlər çox maraqlıdır və mən də belə bir hardasa çıxışla, bəlkə televiziya vasitəsilə çıxış etmək imkanım olmur. Ona görə ki, bu səpkidə proqramlar, təəssüflər olsun ki, yoxdur. Amma bax, bugün bu fürsəti əldə etmişkən, mən çox istədim ki, məhz bu fikirləri sizə çatdırım. Dəblə ayaqlaşmaq, müasirliyin nəbzini tutmaq, dəbi maraqlar, öz maraqlarınızın siyahısına daxil edin. Mən bunu sizdən rica edirəm. Elə rəngləri nəzərdə tutsaq, məsələn, təbii ki, bu çox stereotip bir sualdır, hər zaman mənə verilir. Fəxriyə xanım, bu ilin rəngləri nədir? Rəngləri dərk edin, rənglərdən gələn əhval-ruhiyyəni istifadə edin. Bu sizə bir əlavə bir vasitədir. Sizin özünüzü çox rahat, yaxşı, əmin hiss etmək üçün bu ən əlverişli vasitələrdən biridir. Bu vasitə bugün mövcuddur. Moda aləmi bunun üçün çalışır. Siz istifadəçi olaraq sadəcə çalışın ki, bundan istifadə edəsiniz və hardasa bəlkə bugünkü görüşümüzdən sonra siz modanı maraq dairəvizdə tutsaz və daha da marağınızı artırsaz, siz görəcəksiniz ki, siz nə qədər maraqlı bir aləmə baş vurmuş olacaqsınız. Yəni, bu maraq öz-özlüyündə çox maraqlıdır, çox gözəldir. Və bunu unutmayın və çalışın ki, bax, hər zaman
ətrafımıza, yəni ki, biz cəmiyyət olaraq mövcuduq bu gün. Ətrafımıza hər zaman xoş təəssürat bağışlayasınız. Və o xoş təəssüratı mən deyəndə, mən birinci təbii ki, elə bu artıq aksiyomadır. Biz təəssüratı nətər bəxş edirik? Zahiri görünüşümüzün vasitəsilə. Və siz fikirləşin ki, mən hansı təəssüratı ötürürəm? Mini kollektiv olsun, ailə mühitimiz olsun, dost mühitimiz olsun, təhsil ocağı olsun, ya hardasa işləyirsiniz kollektivdə və ona görə çalışın ki, bax bu şəxsi təəssüratınızı elə formalaşdırın ki, siz özünüzdən birinci zövq almalısınız. Və bu zövq vermək məqsədini qoyun önünüzə ki, mən ətrafıma zövq bəxş etməliyəm. Rənglərdəmi, seçdiyiniz geyim tərzimizdədir, seçdiyiniz stillərdəmi? Bu çox vacibdir. Və mən təbii ki, bu əsas mənim peşəmin, demək olar ki, peşəmə aid olan məsələ idi və onu sizə çatdırmaq istədim. Və bir gənc olaraq sizə bir neçə öz təcrübəmdən olan əsas məqamları çatdırmaq istəyirəm. Təbii ki, arxamda bir 15 illik karyera olduğundan və artıq onu da vurğuladım ki, mən bu peşənin birinci daşıyıcısı olduğumdan bax, hansı mərhələlər vacibdir ki, siz hansısa bir nailiyyətə və uğura imza ata biləsiniz. Təbii ki, bazis, zəmin təhsildir. İkinci, mütləq özünüzə inanın. Özünüzə inam sizdə 100% olmalıdır. Heç vaxt inamsızlığa qapılmayın. Hər şey sizin özünüzdən asılıdır. Üçüncü də çalışın ki, hər zaman vaxtınızı çox yaxşı dəyərləndirəsiniz. Vaxt amili çox vacibdir. Məsələn, siz vaxtınızı nələrə sərf edirsiniz? Bax, o haqda bir düşünün və inanın ki, vaxt uçub gedir. Vaxtı nə saxlamaq olur, nə də ki, onu cilovlamaq olur. Vaxtınızdan çox səmərəli istifadə edin. Hər zaman çalışın ki, pozitiv düşünəsiniz. Heç vaxt pesimistliyə qapılmayın. Ona görə ki, hər şey sizə elə gələ bilər ki, bu belədir, amma əslində belə deyil. Ona görə ki, bilirsiniz, baş verənləri siz hər zaman pozitiv dəyərləndirin və çalışın ki, bilirsiniz, gənc olaraq biz hamımız nədən düşünürük? Həyatın mənası nədədir? Bu sual elə əsrlər boyunca durur. Həyatın mənası nədədir? Həyat nə deməkdir? Mən sizə belə bir məsləhət görərdim. Təbii ki, bunlara sual-cavab tapmaq üçün fəlsəfə elmləri doktor olmaq lazımdır və həyatımın haradasa bir 20 ilini fəlsəfəyə aid etmək lazımdır. Siz çalışın ki, təbii ki, bu çox maraqlı sualdır və vacib sualdır, amma siz çalışın ki, həyatınızı mənalı yaşayın. Mənalı yaşadıqca həyat da mənalı olur. Bəlkə də ha vaxtsa bu suala sonra cavab tapa bilərsiniz. Çalışın ki, həyatınızı mənalı yaşayın. Çox sağ olun. Sonra hamı istəyir ki, onun həyatı yaxşı olsun, hamı istəyir ki, xoşbaxt olsun və daimi xoşbaxtlıq da olmur. Siz xoşbaxt anları toplayın. Xoşbaxt anlar nədir? Çox gözəl görüşlər, çox gözəl bir məlumat, çox gözəl bir təəssürat, çox gözəl bir ideya. Bax, bunlar hamısı xoşbaxt anlardır. Çalışın, onları da toplayın. Həyatınızı mənalı keçirdin. Vaxtınızı dəyərləndirin. Vaxtınızı çox səmərəli istifadə edin. Dəb aləminin istifadəçisinə çevrilin. Dəbli və müasir insan tipini yaradın və hər zaman özünüzə inanın. Və nəticədə sonunda da nə demək istəyərdim? Bax, düşünürəm ki, belə bu amilləri, sadaladığım amilləri istifadə etsəz, elə həyatın mənasını da dərk edib və mənalı həyat keçirdərsiniz. Çox sağ olun. Çox sağ olun. Təşəkkürlər Fəxriyə xanım. Çox sağ olun və sonunda bir şey də çatdırım sizə. Baxın, sizin sponsorlar arasında İdeal Mağazalar şəbəkəsi var. İdeal Mağazalar şəbəkəsində mənim çox gözəl ətirlərim satılır.
Çox sağ olun. Biraz da anons, reklam etmiş olum. Aybi klub üzvlərinə indirimli olacaq inşallah. Elə İnşallah, bax bu da maraqlıdır. Əslində gənclər üçün çox indirimlər olmalıdır. Mən bax bu konsepsiyanı da hardasa təklif etmək istəyirəm, bəlkə də başqa salonlarda. Amma mən artıq indidən indirimimi etdim. Ona görə ki, mən istəyirəm ki, ətirlərimin istifadəçiləri çox olsun, çox münasib qiymətlərədir. Ətirləri də unutmayın.